İnsan ağzı ilə kökəlməz, insan qulağı ilə kökələr. Doğrudan da qulaqla kökəlməyin mənasıdır ki, insan əgər ruhuna qida versə, ruhu böyüyər. İnsanın ruhu böyüsə, əzəmətli olar. Bağlı laflar da silah olsun. Bu nöqtəyi nəzərdən ruhun da qidasını vermək hər bir insanın, hər bir kəsin borcudur. Və biz də bu məclislərdə şəhidlərimizə xatır. Onlar ki, öz canlarından vətən yolda keçdilər, qanlarına mərtəb oldular, canlarını vətənə qurban edirlər. Allah Teala onların məqamını uca elədi, Allah Teala onların məqamını böyük elədi, əzəmətli elədi. Hətta niyyətdə var ki, insan, əgər bir insan şəhadətə yetmək istəyir, vətəni qorumaktan ötürü, altın ayaqlar mübarizəyə gedir, müharibəyə gedir. Bir şəhid əgər niyyət edəsə, niyyət edir ki, mən gedirəm düşmənlə vuruşmağa, bu zamanda Allah Teala əmr edir mələklərə ki, onun adını cəhənnəm dəftərindən silin, cəhənnəm siyasından silin. Görməmədən mərtəbəsi böyür. Başqa bir sonra gəlir, həmin şəxs gəlir ailəsi ilə görüşməyə. Ailəsi ilə görüşünü biz görürük də, hər bir insan öz övladını cərhəyə yola salanda necə ayrılır? Oğul atadan, necə ayrılır? Anadan, qardaşdan, basdan. O ayrılma səhnəsində Allah Teala mələklərə deyir ki, fəxr edir bunlara. Bu insanlara mələklər fəxr edirlər. Çünki nə qədər bunların mücahiddirlər, nə qədər vətənpərvərdirlər. İndi elələrdə var ki, biz gezirik şəhid ailələrini, şəhidlərin ailələrini gezirik. Bayramlarda, əlamətlər günlərdə biz gedib şəhid ailələrini yoxlayırıq. İnanırsınız, əksər çox ailələrdə görürsən ki, şəhidlərin valideynləri bizə deyirlər ki, uşağın 18 yaş olur, 19 yaş olur, cavan olur. Fikirləşir ki, əgər evdə bilsən ki, mən gedirəm Şuşaya, mən gedirəm Qarabağın azadlığı uğrunda döyüşər, bıraxmayacaq məni, atam. Əksəriyyət valideynlər mənə belə deyirlər. Deyirlər ki, xəbəriniz olur, bizə deməyib ki, birdən qoymalır, tabağına alır, valideyn olanlar. Bunu deməyiblər bizə. Bir vaxt xəbəri gəlir ki, Şuşadadır, bölgələrdədir, müharibədədir, xəbəriniz olur. Ne üçün belə eləyiblər? Və ya bu cavanlar, Allah ağsaqqallarımıza can sağlıqlar. Ehtiyatlı olan zabitlərimiz var, bizi gördü. Yol bilirlər, dövüş bilirlər, istiqamət bilirlər. Amma bu cavanlarımız da könüllü olaraq, çox görürsən könüllü olaraq gedirlər müharibəyə. İndi bir də məsələ var ki, bu cavanlar belə istəmirdilər ki, özləri ev tutsunlar. Bu zamanlarımız istəmirdilər ki, ailə qursunlar. Bu zamanlarımız istəmirdi özləri toy eləsinlər, ailə qursunlar, dünyaya övlad götürsünlər, istəmirdilər. Onlar da bizim kimi insan idilər, amma istəyirdilər. Amma qeyrətləri yol vermədilər. Qeyrət, şücaət, rəşadət, sədaqət, can qurban edilmək, vətəni sevmək. Onları apartı cəhəyə könüllü qeyrətdir. Biz gedək, vətəni qoruyaq, canımızı qurban edəyək ki, biz onların hesabına yaşayırıq. Bu sərhəd boyu əskər balalarımız bizi qoruyurlar. Biz arxayıq, milli ordumuz diyanı burada. Zabitlərimiz, əskərlərimiz sərhəddədir. Buna görə biz burada sakit əmrəmənə düşmüşük. Gecə yatanda sakit yerimizdə yatırıq. Bu özü böyük bir şücaət bir qəhrəmanlıqdır ki, bizi əlində Peyğəmbər Əsəlamın hədisi var. Əlində silah, əskər, bir saat
vətənin müdafiəsində bir yansa, Allah mı bir ilin ibadətini savabını verir. Bir ilin ibadətini, gündüzləri oruç tutub elə bilsin. Gecələri də ibadət edib səhərə. Bu qədər savabını. Allah'ın üç nərsəsindən xoşu gəlir. Üç nərsəsindən. Peyğəmbər Əsəlamın hədisində birinci Allah'ın xoşu gələn səs, düşmənin qabağına gedən əskərin addımlarının səsindən xoşu gəlir. Gedir vətənini, dinini müdafiə etmək o əskər, onun addımlarının səsindən Allah'ın xoşu gəlir. Allah'ın ikinci səs, o səsdən xoşu gəlir ki, zəhmətkeş bir insan, halal, zəhmətlə yaşayan, ya köpanla yer şurlayır, ya əlində bel, torpaqla, zəhmətlə çalışır. Deyir Allah Teala'nın onun kötanının xışıltısı olur da, kötanın bir xışıltısı olur. Kəndistan ilə bellə işləyəndə, beli torpağa vuranda belə bir xışıltı olur, torpaqla bel arası. Deyir Allah'ın xışıltı sesindən xoşu gəlir. Ki bu insan öz alın təri, halal, torpaqla dostluq edir. Torpaqla zəhmət çəkir, ruzusu torpaqdan çıxır insan. İnsanın yeməyi torpaqdan çıxır. Allah ne üçün? Allah insanı torpaqdan yaradır. Onun ruzusunu, qidasını da torpaqda koyuyor. İnsanın ruzusu, qidası torpaqdan çıxır. Torpaq müqəddəsdir. Bu nöqtəyi nəzərdən torpağa olan məhəbbət ən böyük məhəbbətlərdən biridir ki, həmin o məhəbbət idamladı bizim cavanlarımızı, yaşlılarımızı, getdilər canları fəda edir. Üçüncü deyir, mənim Allah'ın bu səslər xoş gəlir. Alimin, bizim alimlərimiz olur, hal-hazırda da var, qədimə böyük alimlərimiz olur. Alimin qələmi, yazıcı alim qələmin yazanlar bilirlər, qələm o kağızın üstüne düşəndə bir xışıltı gibi bir ses yaradır. Deyir ki, Allah'ın bu sesler hoşu gəlir ki, bu alimler bize tarihimizi yazırlar, çatdırırlar. O alimler mesela böyle bir Peygamberden hadis var deyir, midad-ül ülema xeyrün min dumâ-ı şühedâ. Alimin qələminin çelmeni şehitlerin kanı misalıdır. Yani şehitlerin kanından da üstündür yani. Ne için? Alimler o tarihi yazmasalar, o kitapları yazmasalar, şehitlerin mekamını kalın kitapları yazıp bize çaktırmasalar, biz onların hakkında məlumatımız olmaz. Ama şehitlerimiz 44 günlük muharebede öz kanlarıyla yazdılar tarihi. Canlarını kurban edemeylerle yazdı. Gazilerimiz şahit oldular. Şehitlerimiz gazilerin kucağında. Ben ne kadar, ben özüm de işte şurada olmuşum. Ben ne kadar askerlerle orada görüşmüşüm. Milli ordunun bir yıl bundan kabak, 2 yıl bundan kabak. 27 Sentyabr hanım günü biz Şuşa'daydık. Milli orduyla bir yerde Şuşa'dan, Şuşa kalasından Cıdır düzüneyken yürüyüşten biz de iştirak ettik. Ben onlarla hem söhbet olmuşum. Askerlerle hem söhbet olmuşum. Görmede de galibiyet var ki, ola öz kanlarıyla gazilerimizin hoşbəxtliyidir ki, gazilerimiz, şehitler gazilerimizin kucağında canlı tapşırır. Gazilerimiz şahittir. Ya şehit ol, ya gazi ol. Mənası üstündür bunu. Həzrət Əli düşmən qabağında, atın üstündə, iki tərəf dəstək, döyüşə hazırdır. Birdən Həzrət Əli bir fikrə gedir. Bizdə demələr, düşmən qabağında birdən fikrə gedir. Sözə bax, bir dəfə onun sərkərdələrindən deyir, ya Əli, fikrə gelmirsən, nağafil düşmən tərəfinə oxla vuralırsan. Göl gülümsəyir. Deyir, heç fərqi yox. Əgər vırsalar beni şehit olarak, yoksa kalarak gazi olarak. O da ona beraber. Gazılık da şehitliğe beraberdir. Eyni derecedir. Ya şehit ol ya gazi ol. Görüldü gazilerimizin ne kadar, Allah'ın saklasın, ne kadar dereceleri.
alidir. İnsan, bu sözde məndən sizə əmanət, bilirsiniz, ayarınıza salır. Şehitler eşitirsiniz de bu cümləni. Deyir ki, şehitler ölmez, vətən bölünmez. Məşhur söz, hamısı bilir. Ama bu söz Allah'ın sözüdür. Bu söz hardandır? Kur'an'dan. Allah Teala oranda buyurur ki وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللّٰهِ اَمْوَاتٍ Allah yolunda, din yolunda, vətən yolunda öldürülenlere ölü demiyor. Ben ehya, ulan diridirler. Bu sözü Allah diyor. Şehitler ölmez. Kur'an'da bu ayetidir. Ben ulan diridirler. Ben lakin la teşhurun. Lakin siz bunu terk edemirsiniz. Olanın diriliğidir. En büyük dereceni Allah verir. Ümumiyetle beşer aleminde 3 tane deste ölmezdir. 3 tane deste ölmez. İnsanların 3 növü var ki onlar ölmezdir. Onları sayılsın için mənə bilirəm ki, maraqlı olasınız. Birincisi, ölmezler kimdir? Birincisi, alimlerdir. Nizami Gəncəvi ölür ya sağdır? Sağdır. Çünkü yaşayır. Hamısını tanıyır, kitab eser yazır. O alimlerin, bu yazıçılarımızın, şairlerimizin 2 də həyatı var. Bir öz hayatlarını yaşayırlar, eser yazırlar. Bir de dünyadan gidenden sonra bunların eserlerinden, kitablarından istifade edirlər ve onların ikinci hayatı başlayır. Görürsən ki, 1000 il bundan, 880 bundan var Nizami Gəncəvi olur. Özü qəşəng ha. Ama bugün de yaşayır. Sabah da 5 tane kitap eser koyup xəmsə. O birlər də uçur. Eser sahipləri bunlar. Ne zaman, qəşəng sözə bax, ne zaman baxsa ilan, zümrüde gözden kör olan. Yetse Kur'an sesi, şeytan minəsi yetti olan. Kur'an'ın sesi geldi mümin sevine, ehvalullah. Ama şeytan asla əziyyət edir. Çünkü Kur'an bizim müqəddəs kitabımız. Ona göre alimlerimizin yazdıkları eserler, bunlar dünyasında yaşandan sonra işlenip ölmezler. Yaşıyla hamıda tanıyırlar. İkinci destes ölmezler, təqvalılardır. Təqvalı birisi imanlı şəxslər, əhli iman. İnanlı, imanlı insanlar da Allah'la Kur'an'da tarif edir. İnne əkrəməkum indəllah ətqakum. Allah'ın yanında en hürmetli, en kerametli şəxs təqvası olanlardır. Üçüncü deste ölmezler, şehitlerdir, mücahitlerdir, qəhrəmanlardır, qazilərdir. Bunlar da ölmezdir. Çünkü bunlar vətənə, millete, dine, din, namus, vətən, millət canlarını qurban ediblər. Bunlar azadlığı etsin. Görürüz ki, bu Mehdi Sezzadə dünya bunu tanıyır. Bütün dünyaya ses salan bir qəhrəmandır, müsbət mənada. Bütün dünya onu tanıyır. Efsanevi qəhrəman ulu önderimiz Heydər Əliyev mərhum. Bu buna ad verir. Efsanevi qəhrəman. O bu milletin, deməyə bu Loxanı kəndindeydi. Ona göre gördüm, bunu götürdüm. Bu bir bütün Azerbaycan için yok. Bütün dünyanı heyrete salan bir qəhrəmandır. Bu insan təsəvvür ediyor. Gör ne kadar bacarıqlı olurdu. Neçədən dil bilib bu. Alman dilini öz ana dili kimi bilir. Onun neçə dil saysa 5'den 6'dan dil bilir bu. Her milletin öz diline daşık bu. Özleri daşık ana dili kimi bular. Hem de ressam olur. Nazik Canan Oğlan olur. Ressam olur. Ele ressam olur. Çünkü çektiği eserlerini saklayırlar muzeylerde. Hem de şair olur. Şehirleri İngilizcemize yansıtır. Gurbetzade tekallisiyle güzel şehirler olur. Gör nerede bir insanda, gör nerede müsbet hususiyet olurdu. Gör nerede tek eşkıyatçı olmayayım. Bütün görsem, bunlar hamısı bizim. Dedim onun ait sözü kime istedim. Soruyor işte yanıma gördüğüm şekil burada durur. Ben biraz şehitlerimizi, kahramanlarımızı hamısı çok istiyorum. Bunun bir de komandiri olup zaman həkimli,
Cavad Həkimli, bu axır illərə isə sağ idi. Uzaq sahillərdə filmində onu çəkmişdilər, vardı o. O 1970-ci ildə bir jurnal çıxırdı, Azərbaycan jurnalı. Mən orada oxudum, gördüm ki, Cavad Həkimli bir dəstə Mehdinin heykəlinin qabağında diyanırlar, ziyarət edirlər. Cavad Həkimli Mehdi Seyzadənin komandiri olur. Orada Cavad Həkimlinin çıxışını yazırlar. Cavad Həkimli deyir ki, ey Mehdi, gör nə vaxt keçin üstündən, sən şehit olmuşsan. Ama biz sağ kalmışız, biz qocalmışız. Amma biz öləcəyik də. Amma sən həmişə cavan qalacaqsan. Çünki sən canlı fəda eləmişsən. Gör nə qədər dərəcə var. Ona görə dedim ki, şehitlər ölmür. Dünya durduqca onlar nümunədir. Amma onu bilək, bizim qəhrəmanlarımız, Həsən Aslanoğullarımız, Mehdi Hüseynzadələrimiz, Gəlal Əsədovlarımız, bizim nə qədər Qafur Məmmədovlarımız, bizim nə qədər Hüseyn Bala Əliyevlərimiz, onlar hamısı, bu onların xələfləri kimdir? Polad Haşimovlar, Mübariz İbrahimovlar, Sayaqları, Əlyar Əliyevlər, Muxtar Qasımlılar, bütün, mən indi bunların nümunə üçün adlar sayıram. Bizim elə hər bir əskərimiz, Allah General Polad Haşimov rəhmət etsin. Şömə Cumhuriyyə əskərlərdən biri danışdı. Bir gün gəldi, General Polad Haşimov gəldi bir gün əskərlərin üzdü sıraya. Əskərlərin içində bir dənə əskər var idi ki, onun batinkası çəkməsinin ucu qırılmışdı, parmağı çıxmışdı. Dedi, gördü onu dedi, çıx qabağa. Bir attım, gəldi qabağa. Açarı çıxartdı, verdi sürücüsünə. Dedi ki, get, aç maşını, benim orada batinkam var, tezə batinkam. General paltarı ayrıdır axı. Get götür. Getdi, götürdü, geldi, uzattı əskərə. Dedi ki, Allah'a çıxar, al bunları gittiği əskər tutulur ki, Cənab General, axı bu general giyimidir, paltarıdır, mən əskərəm. Dedi ki, al giyginə, Erməni ilə vuruşan hər bir əskər generaldır. Qardaş, bizim hamısı mən indi 5'in altının adını çəkdiyin, amma mən demək istəyirəm, bizim balalarımız hamısı qəhrəmandır. Cavanlarımız hamısı, bütün şehitlərimizin hamısı qəhrəmandır. Hamısı Mehdi Seyzadədir. Hamısı Mübariz İbrahimovdur. Bunlar hamısı, bir de az vaxt hamısını çəkməyə vaxt yaparır. Bunlar həmişə bizim üçün müqəddəsdir, həmişə bizim üçün əzizdir. Onlar ruhları bize bakır indi. Allah Teala olan ruhlarını bize duası etsin inşallah. Allah bütün şehitlerimizin bugünkü günde ruhlarını duası etsin inşallah. Gazilerimizi selamet etsin. Dinimizi, vətənimizi, xalqımızı, torpağımızı, əskər balalarımızı Allah Teala bizi koruyan milli ordumuzu salamat etsin. Allah Teala bütün şehitlerimizin ruhlarını bize duası etsin inşallah. Dinimizi, vətənimizi, xalqımızı, torpağımızı, dövlətimizi, dövlət başçımızı Allah salamat etsin inşallah. Burada iştirak edən insanları Allah Teala hamısı salamat etsin. Allah Teala şehit ailələrine səbr etsin inşallah. Bin Nəbiyyə alihi və min